Ya Allah, bismillah. Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Mən Sehran, sizlərin hər birinizi salamlayıram. Yanvar ayının son günüdür. 31 yanvar 2026-cı il, loru dildə desək, 31-i 1-ci ay 2026-cı il tarixindəyik. Həftənin 6-cı gündür və bu o deməkdir ki, Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Hər həftə olduğu kimi bu həftədə yolumuzu Göyçay maşın bazarından salırıq və inşallah ki, Göyçay maşın bazarına gedəcəyik və orada olan bir neçə maşınların qiymətləri barəsində təşkil eləyəcəyik, maraqlanacağıq. Təbii ki, maşın sahibləri icazə versə. Belə, hava soyuqdur, soyuq qış aydır və saat da deməli 07:46, 8-ə qalıb 14 dəqiqə. Hava tam deyək açılmayıb hələ, amma artıq belə deyək 8-ə qalıb 14 dəqiqə və biz yollanırıq Göyçay maşın bazarına. Təbii ki, keçən çəkişdə də dediyim kimi kəndimizin çıxışına doğru irəliləyəcəm. Oradan bir yol maşını ilə inşallah ki, yollanacağıq Göyçay maşın bazarına. Allah işimizi avan eləsin. Uzatmayacağım sözü. Göyçay maşın bazarının girişindən sizlər üçün çəkişə davam edəcəm. İzləmədə qalın. Salam, sabahınız xeyir olsun bir daha. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Gəlmişəm Göyçay maşın bazarının girişindəyəm. İnşallah ki, sizlər üçün Göyçay maşın bazarının daxilində olan bir neçə avtomobillərin qiyməti haqqında çəkiş edəcəm. Sizə yol tarif eləmək istəyirəm. Deməli, mənim arxam tərəfdən gördüyünüz yol Göyçay tərəfdən gələn yoldur. Göyçay, İsmailli, Ağsu, Şamaxı, Bakı yoludur belə deyək. Göyçay tərəfdən gələndə maşın bazarı sizin solunuza düşür. Digər tərəfdən də gələndə üzü Göyçaya maşın bazarı sizin sağınıza düşür. Xatırladaq ki, giriş ödənişlidir, 5 manatdır. Azərbaycan daxilində ən ucuz girişi olan maşın bazarıdır. Ön tərəfdən çəkiş eləyəcəm sizlər üçün ilk öncə, daha sonra çəkişimizə davam edəcəm. Gördüyünüz kimi bazarımızın girişində maşınlarımız var. Göyçay maşın bazarı haqqında maraqlanmağa gələnlər, maşın almağa gələnlər, həmçinin belə deyək, maşın satışına gələnlər asta-asta bazara daxil olub. Bu plakatı, bu reklamı hər həftə çəkirəm, yenə də çəkim sizlər üçün. Göyçay avtomobil bazarı hər həftənin 6-cı gün xidmətinizdə. Əlaqə nömrələri 050 627 46 83, həmçinin 050 977 66 08, 055 628 11 36 nömrələrini zəng vuraraq bazar haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. Bu da bazarımızın girişi. Bazara daxil olarkən bizi 06 qarşılayır. Bu 06-nın çəkişi var. Səhifəmdə həm YouTube səhifəmdə, həm TikTok səhifəmdə var. Baxa bilərsiniz. Burada qəşəng bir kruzumuz var. Yanında bir dənə 190, qəşəng bir 011. Burada 06'mız, 07'miz. Bir dənə yük maşınımız var. Gördüyünüz kimi 06'mız var, Çeşkamız var. Arkada da 06, Niva, 011, 015, 07, 06, Infiniti QX3 07'lərimiz var. İnşallah ki, bismillah eləyib çəkişə başlayırıq və bazara da hələ də maşınlar gəlməyə davam eləyir. İnşallah bismillah eləyib çəkişə başlayırıq. Allah hər birimizin işinə avan eləsin. Ya Allah, bismillah deyə işimizə başlayaq. Nəsə, uzatmayaq sözü, mən çəkişə başlayıram. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında ağ rəhti Vaz M06 markalı avtomobili çəkişini eləyəcəm. Amma İsmail əmmimizdən bir dənə məlumat alaq. İsmail əmmi, salam əleykum. Sabahın xeyir olsun. Ya Allah, bir dənə qısa məlumat alaq.
İl nədir? 99'un maşınıdır. Aha, motoru, Motor 06'dır. Korobka. Korobka əla, most əla. 4'lü korobka. 4'dür, hə. 4'lü. Difrində səsi falan. Yox. Altında çürüyü, pası. Çürükdən söhbət edəməm. Gedə bilməz. Yüngül kosmetik amma ehtiyacı Bir var. kosmetik işi var. Qiymət Qiymət 3.800-ə deyilir. 3800 manata deyilir. Real alıcı endirim var. Endirim olacaq. Bəli. Telefon nömrə eşitək. 055 Aha. 748 23 59. Adın İsmail əmrdir. Maşına Bəli. göçərdə baxmaq olar, həm də ucar Ucar, ərazisində ucar. də baxmaq olar. Barter baraqlıdır hansısa maşınla? Yoxsa nağd pula ehtiyac var? Olar. Olar. Öz dəyəri və dəyərindən ucuz da olsa olar? Özündən aşağı yuxarı olar. Olar. Amma 07 07 06 markalı avtomobillərin ili 99. Motor 06. Korobka 4. Mostunda səsi yoxdur. 3800 start qiymət. 10 nömrə üstündə qalır. Maşının kosmetik şey ehtiyacı var. Başqa heç bir problemi yoxdur. Salon Salonda inamarkandır. səliqəli, bəli, inamarka belə deyək, oturacaqlarıdır. Baxırıq. Gördüyünüz kimi. Yəni bu qapını mən möhkəmdən örtməsəm olmur. Və deməli baxın, Yağlanıb. belə yağlanıb hər biri. Əlimdə yağ oldu. Və bu da sürücü tərəfdən salon və mühərrik yeri gördüyünüz kimi 06 motor, akkumulatoru normal. Belə çəkdik, göstərdik. İsmail əmimiz də məlumatları qeyd elədi. Sizə də bu 06 maraqlı gələrsə, İsmail əmin qeyd elədi, əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu 06 haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 190 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında Mercedes 190 markalı avtomobilin çəkişini eləyəcəm, amma maşın sahibi yanımızdadır. Salam əleykum. Allah bazarını yetirsin, alçısını yetirsin. Ya Allah. Başlayaq. İl neçənci ildir? 90-cı il 1.8 motor, avtomat korobka. Aha. Heç bir problem yoxdur. Salon yeni yığılıb, Aha. motor yeni yığılıb, korobka yeni dəyişib. Aha. AMD disklər, S100, Android monitor, Aha. normal bir aldı. Motor, korobka, xadava sistemi salamatdır Salamat. məsələn? Salamatdır. Peredokorta Yüngül kosmetik şey ehtiyacı var, görsən. 70% Qiymət da nədir? 70% da bez kraskadır. Qiyməti nədir? 4200 deyilir. 4200 manata deyilir. Yəqin ki, şirinlik olacaq, aşağı yuxarı olur. Telefon nömrü. İşte, 077 aha. 766 1427. Adın? Elgün. Elgün, maşını hansısa maşınla barter eləmək fikrim var. Furgon maşını. Furqon maşınla, yük belə götürən bir Hə. maşınla barter mümkündür. Harda baxmaq olar maşına? İsmaillidə. İsmaillidə. Deməli, ili 90. 1.8 avtomat. Maşının motoru, xadavoy sistemi, korobkası əla. Kosmetik işə ehtiyacı olan yerləri var və əsas bir şey də deyim ki, 70% maşınımız bez kraskadır. Start qiymət 4200. Real alıcıya endirim olunacaq təbii ki. Barter furqun bir avtomobillə, yəni yük daşımağa belə deyək, mümkün olan bir avtomobillə mümkündür barter, belə deyək. Baxırıq salon normal vəziyyətdə və 190'dan yük yeri geniş olur. Baxın, belə vəziyyətdədir. Yük yeri və gəldik sürücü tərəfdən. Ya Allah. Salon rol fərqlidir. Avtomat korobkadır. Bir dənə mühərrik yerinə nəzər yetirəcəyik. Belə deyək, monitoru var içəridə. S-güzgüləri mövcud, AMC diskləri var. Motor 1.8-dir, yağ yeməyi falan yoxdur. Maşında belə ciddi problem yoxdur. Çəkdik, göstərdik, maşın sahibi də məlumatları qeyd elədi. Sizə də bu 190 maraqlı gələrsə, baxın, əlaqə nömrəsi budur. 077 766 14 27 nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu 190 haqqında. Dəyərli hörmətli YouTube izləyiciləri, yük maşını həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Qaz 31 029 markalı yük avtomobilin çəkişini edəcəm. Gördüyünüz kimi maşınımız belə deyək, yük üçün yığılıb. Məlumatları özüm qeyd edəcəm. Bir dənə telefon nömrəsi maşın sahibindən
alacağıq. Deməli, maşınımızın ili 1993-cü il istehsaldır. Motor 2.4-dür. Maşınımızın belə üzdən üzə kosmetik şey ehtiyacı var. Amma belə görək, baxırıq ki, belə görünür ki, maşınımız arxası yük üçün yığılıb. Hər hansısa bir heyvan aparmağa və hər hansısa bir yükünüz varsa, ot falan, nə bilim, pomidor belə yükünüz varsa, yük üçün nəzərdə tutulub belə deyək, yığılıb. Təkərləri təzə, salon normal, sərnişin tərəfdən, ön sərnişin tərəfdən, qarşı tərəfdən də bir dənə belə çəkiliş eləyəcəm və sürücü tərəfdən salona nəzər yetirəcəyik və bir dənə bunun mühərrik yerini hardan açırlar? Mən onu tapa bilmədim. Bir dənə oralardan bir yerdən açırlar. Bir dənə mühərrik yerini çəkək, göstərək. Görək mühərrik yerində nə problemləri var. Yoxdur, heç bir problem gözə çarpmır. Belə, motoru, karovkası, xadova sisteminin yerindədirmi? Qiyməti nədir? 5000 qutarandır, yoxsa şirinlik var? Olacaq, şirinlik olacaq. Telefon nömrəsi qeyd edə bilərsiniz? Aha. 409 Aha. 5958 050 409 59 58. Maşın sahibinin adı? Ceyhun. Maşına İsmail'də baxmaq mümkündür. İsmail'də barter maraqlıdır hansısa maşından, yoxsa nağd pula ehtiyac? Nağd pula ehtiyac var. Qeyd olundu nömrə 050 409 59 58. Maşın sahibinin adı Ceyhun. Maşına İsmail'də baxmaq mümkündür. Nömrə 57 seriya. Şəmkir əhalisine buradan atəşli. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Vaz 2103 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında 03 çəkəcəm, amma yiyəsi məlumat verəcək, sonra mən çəkəcəm. Salam aleyküm qardaş, bir daha bazar olsun. Məlumat alaq zəhmət olmasa. Qardaş 77 maşınıdır. Ay maşallah. Perodok təzə yığılıb, karovka təzə qoyulub, difirində, mosunda səs yoxdur. Motor özününküdür, 03'dür. Karovka 5'dir, 4'dür. 4'dür. Bəli, belə bugünkü qlobal bir problem yoxdur. Otursur maşın. Hər gün sürülən maşındır. Aha. Qiyməti nədir? Qiyməti 200-ə deyirəm. 2300 manata deyirsiniz. Yəqin ki 100% endirim olunacaq. Bəli, bəli. Olunacaq. Telefon nömrəsi eşidək. 051 515 1021. 051 515 1021 adın. Hüseyn. Hüseyn hansısa maşınla barter maraqlıdır? Xeyr. Nağd pula ehtiyac var. Hüseyn qardaşdan məlumatları aldıq. Yüzdən belə hardasa 88, 89, 90'ın maşınında bənzəsə də maşınımızın ili qocadır. 77. 03'dür. Öz motordur, 03 motordur. Karovka 4'dür. Motor, karovka, xadava sistemi maşın sahibinin verdiyi məlumata görə problemsizdir. Mostunda səsi yoxdur. Yüngül, yəni kosmetik işlərə ehtiyacı olan yerləri var. Amma istərsiniz bu vəziyyətdə də idarə edə bilərsiniz. Necə ki Hüseyn qardaş bu vəziyyətdə idarə eləyir bu avtomobili. Bu qapılarda həmişə mən niyə ilişirəm, mənə çatmır özümə də. Nəsə, sözüm onda deyil. 2300 manat start qiymət. Real alıcıya maşının yanında endirim onunla. Bir dənə buranı açaq Hüseyin. Stəkan yeri gördüyünüz kimi stəkan yerlərini çəkim göstərin və bir də ki burada baxırıq. Köhnə maşındır da, eli də köhnə, amma belə kənd arasında sürməyə əla bir maşındır. Baxırıq. Şit də maşın sahibinin istəyinə uyğun olaraq üzlənib. Bir dənə açıqdır. Aha, bir dənə açaq zəhmət olmasa. Bu da maşının motoru. 03 motor, akkumulatoru yaxşı vəziyyətdə təzədir. Belə çəkdik, göstərdik. Hüseyin qardaşlar məlumatları qeyd elədi. Sizə də bu 03 maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Seriya 60 Tovuz seriyasıdır. Tovuz əhalisine buradan atəşdir. Sağ olun. Hörmətli YouTube izləyiciləri, Mercedes çeşka həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında Mercedes C180 markalı avtomobilin çəkisini eləyəcəm. Maşın sahibindən məlumat alacağıq. Salam aleyküm qardaş. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. Maşının ili 97'dir, motor 1.8'dir. Bezdetal maşındır, karovka motorunda heç bir problem yox. Avtomatdır. 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 Sadə maşındır, klassik model. Aha, qiymət? Qiyməti mən 12.000-ə deyirəm. İnşallah alan olsa razılaşacaq. Razılaşma olacaq. Telefon nömrə eşidək. 050 484
04 43. 054 84 04 43 adın? Adım Dəyanət. Dəyanət. Maşına göstərdi baxmaq Bəli, mümkündür. bəli, Barterə göstər. gedirsən hansı Yo, maşın? yo, yo. Naqlı ehtiyac. naqlı. Nömrə üstündə qalır. Ha, Nömrə də üstündə qalır. Dəyanət qardaşdan məlumat aldıq. İli 97. 1.8 avtomat. Maşın bezdetal maşındır. Bez kraska deyən yerləri var, deyən. Atma kraska deyən yerləri var, amma 100% bezdetaldır. Bura C200 yazmağına baxmayaraq maşınımızın motoru 1.8. Start qiymət 12.000. Real alıcıya maşının yanında endirim olunacaq. Baxırıq salon səliqəlidir. Salon. Nömrə Tovuz nömrəsidir. Nömrə üstündə qalacaq bu arada. Tovuz əhalisinə də buradan bir daha atəşli salamlar. Və maşınımızın akkumulatoru yenidir. Gördüyünüz kimi. Baxırıq. Ya Allah. 507.181 kilometr. Ay maşallah. Avtomat sürətlər qutusudur. Salon səliqəli. Salonda heç bir problem yoxdur. Və mühərrik yerin qaldıraq görək. Vəziyyət nədir? Haradadır bunun mühərrik yerin qaldırması? Aha, orada. Gün düşdü deyə görmədim. Aha, 1.8 motor, yağ yemək falan yoxdur. Belə Dəyanət qardaşlar məlumatları aldıq. Qiymət də qeyd olundu, əlaqə nömrəsi də qeyd olundu. Sizə də bu Mercedes maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu Mercedes haqqında. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. 01 həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında bir dənə 01 çəkəcəm. Maşın həngamədir da, həqiqətən həngamədir. Deyəsiniz qiyməti də bahadır. Amma qiyməti də orada. Deməli maşınımızın ili 82-dir. Maşınımızın üstünə çalan pul qoyulub. Yəni Wrangler faralar mı deyim, nə bilim, motoru dəyişilib mi deyim, audio sistemi mi deyim, rəngi mi deyim, çox pul qoyulub maşının üstünə. İli 82. Diqqətlə izləyin. Diqqətlə qulaq asın. İnjektor motor. 5 korobka. Difir əla. Xadavoy sistemi əla. Təkərlər yeni. 2000 manatlıq audio sistem üstündə. Qiyməti də ki 5500 manat. Gəl maşına bax. Real alıcıya maşının yanında endirim olunacaq. Babanın nömrəsini bilirsən? Şibala. De babanın nömrəsini. Aha. 051 469 11 22 nömrəsi. Maşın sahibinin telefon nömrəsi. Babanın adı nədir? Hacı babamızdır. Hardan gəlmisiniz? Göyçayın Qarayazı kəndindən. Ay maşallah. Göyçayın Göyçaylılardır. Barter yoxdur. Naqbıla ehtiyac var. Çəkib göstərəcəm bir sizə. Salon yığılıb. Həm qapı üzlükləri, həm sidenkalar. Bir dənə buna baxın, dəyərli izləyicilər. 1, 2, 3, 4, 5, 6. 6 kolonka. Ufliter arxadadır, onu da çəkib göstərəcəm. Baxın. Görürsünüz, fikir verin, qapı üzlükləri hər dördü də yığılıb. Maxrat həmişəki kimi antinamız yerində. Bunu bir dənə belə eləyək. Və burada bir dənə ufliterimiz var. Bunu belə eləyək. Bunlara belə hamısı bərkidilib deyə tam çəkə bilmirəm. 48 nömrə Oğuz. Nömrəsi də qəşəkdir. 48 228. Oğuz əhalisinə salamlar. Sürücü tərəfdən salon. 07 şit. Fiat mebelini rul. Ön şüşələr podyomnik. Avtomatik qalxıb verilir. 5 korobka. Pioner Magnetola. Yəni bunlar hamısı restalvasiya olunub belə deyək və
ən əsas maşınımızın mühərrik yeri. Bir dənə gözlə, elə bunu şey eləməmiş. Bir dənə bir şey var, onu da çəkəcəm. Görürsünüz? İşte baxın. Və bu da injektor motor. 01 maşını injektor motor. Sənəddə hamısı qeyd olunub da, yəqin ki, bunların hər biri sənəddə qeyd olunub. Maşın 5500 manata satışa çıxıb. Real alıcıya təbii ki, indirim olunacaq maşının yanında. Maraqlı gələrsə, telefon nömrəsi qeyd olundu. 051 469 11 22 dedim. Maşın sahibinin adı Hacı babamızdır. Maşının bir dənə ön tərəfdən görünüşünə fikir verin. Belə. Əgər maşın maraqlı gələrsə, telefon nömrəsi qeyd edilir. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Bu 01 haqqım. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 07 həvəskarları. Sizlərə Göyçay maşın bazarında Vaz 2107 markalı avtomobilin çəkisini eləyəcəm. Amma əmmimiz yanımızdadır. Salam aleyküm ayəmi, bazar olsun. Ya Allah, başlayaq. İl neçənci il? İli 2002. 2002. Karbürator motor. Bəli. Karovka 4. 5. 5. Difirində səsi. Difirdə səs yox. Yox. Karovka atmır. Aha. Motor yağ yemir. Aha. Qapılar bağaz pult sistemi iləndir. Aha. Canı sizə söyləsin. Başqa. Belə altında çürüyü, pası. 1 qram çürük ola bilməz. Mostunda səsi falan da dediniz Heç, yoxdur. heç. Qiymət Qiymət 4.7-yə deyirəm. 4700. aşağı olacaq da yəqin şirinlik Ona olacaq. razılaşma yox. Olacaq. Telefon nömrə alaq. 051 354 44 69. 051 354 44 69. Adın? İkiram. İkram babamız. İkram babam maşına göçədi baxma. Bəli. Barterə gedirsən hansısa maşına Yo, yo, yo. pula ehtiyac var. Pula Ona ehtiyac. görə barter mümkün deyil. İkram babamızdan məlumat aldıq. Maşının ili 2002. Motor, karovka, xadavoy sistemi əla. Motor yağ yemir, karovka atmır, xadavoy sistemində səsi yoxdur. Belə difirində səsi yoxdur. Maşınımızın kosmetik şeyə ehtiyacı yoxdur. Belə deyək. Pult sistemidir maşınımız. Pult sistemidir. Çəkirik, göstəririk stəkan yerləri. Baxın, belə və bu da belə. Bu da belə. İkram baba örtə bilərsən yuxuya. Bu da belə. Və gəldik. Bu tərəfdən də çəkək. Göstərək. Hə, audio sistemi hər bir şey işlər. Karovka da ki gördüyünüz nə motordur İkram baba? 06 motorudur. Akkumulatoru yenidir. Motor yağ yemir. Akkumulyatorda problemi zadı yoxdur. Hamısı da bəli gördüyünüz kimi yenilənib. Belə 4 dənə təzə təkər. 4 dənə təzə təkər altında 19 səhv eləmirəmsə Füzuli nömrəsidir. Füzuli əhalisinə buradan salamlar olsun. Çəkdik, göstərdik. İkram baba da nömrə qeyd elədi. Əgər sizə də bu maşın maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın. Hörmətli YouTube izləyicilər, TikTok səhifəmin izləyicilər, sizlər üçün Göyçay maşın bazarında yaxşı vəziyyətli bir 07 çəkib göstərəcəm, amma qardaşdan qısa bir məlumat alaq, üzün göstərməni istəmədi. Salam aleyküm qardaş, bazarı olsun. Çox sağ ol. Məlumat alaq, il neçənci ildir? 2002 dili. 2002 karbürator. Bəli, bəli. Bəli, Motoru 06-dır. bəli. 06 motor. Karovka 5-dir. Bəli, bəli. 5-dir. Motorunda yağ yeməyə. Xeyr, xeyr. Karovkada atmağı. Xeyr, heç bir şey. Difirində səsi falan. Xeyr, xeyr. yox. Qiyməti. Qiymət 4000 deyirik. 4000 Razılaşmaq olar. deyirsiz, razılaşma olacaq. Telefon nömrə. 055 Aha. 680 58 78. 055 680 58 78 adın. Kamran. Kamran maşına harda baxmaq olar? Kürdəmirdə. Kürdəmir əhalisinə buradan atəşli salamlar. Kamran hansı maşınla barterə gedərsən? Xeyr, bizdə Naqd ehtiyac Bəli, bəli. var. Kamran qardaşdan məlumat aldı. İlim 2002 dedim. Bəli. İli 2002. Motor 06, karovka 5. Motorunda yağ yeməyi yoxdur. Karovka atmır. Difirində səsi yoxdur. Start qiymət 4000. Neçə dedin? 4000 deyilir. Real alıcıya endirim olunacaq. Bərdə nömrəsi ilə Bərdə əhalisinə də salamlar olsun buradan. Yenə də deyirəm, maşında heç bir problem yoxdur. Salon
yaxşı vəziyyətdədir. Və ön şüşələr podyomnikdir. Onu da çəkək göstərək. Maşın ümumiyyətlə duruşdu maşındır. Olmağına. Belə problemi zadı üzdən görsəm, kosmetik şey ehtiyacı yoxdur. Bunu qoyduq kənara. Salon da normal vəziyyətdədir. Bunu da ya Allah çəkək, göstərək. Motor 06 motor, yağ yeməyi yoxdur, akkumulatoru yenidir. Belə çəkdik, göstərdik. Maşın sahibi də qardaş məlumatları qeyd elədi. Sizə də bu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın YouTube izləyiciləri. TikTok səhifəmin izləyiciləri. Sizlər üçün bir dənə qara 07 çəkəcəm. İli təzə və münasib qiymətə. Əmimiz Qəbələdən gəlib, xoş gəlib, səfa gətirib. Salam əleykum əmi, bazarı olsun. Aleykümselam. Bir dənə məlumat alaq. İlin maşınımızın. İli 2011. 11. İnjektor motor. İnjektordur. Səndə olanda dəyişəni, vuruğu, udarı. Heç nə dəyişməmişəm. Elə sürürəm. 3 gündə 1 illik davernus da verirəm. Aha. Bundan sonra real alıcıdan da Endirim olunacaq Endirim qiymətə. olacaq. Qiymət demiş, qiymət. endirim olacaq. Neçəyə dedim? 5-8. 5-8-ə demisən endirim olunacaq. Telefon nömrəyi eşidək. 050 897 58 44. Adın? Adım Zahir. Zahir? Zahir əmimiz. Qəbələdən gəlmisən. Belə sənə təcili bildiyimə görə pul lazım. Barterə getmərsən. Bəli, yox. Nağd pula ehtiyacı var Nağd deyə pula çox təcili satılır. Zahir əmmimizdən məlumat aldıq. Nömrə də üstündə qalacaq. Zahir əmmimizdən məlumat aldıq. İli 2011-dir. Çox təcili satılır. Bu günlərin bazarda 2011-in maşınını, yəni belə deyək ki, 6, 7, 8 belə. Arxasında yüngül kosmetik şey ehtiyacı var. Bu yəni böyük bir önəm kəsb eləmir. Nömrə üstündə qalır. 5800 start qiymət. Motor, korobka, xadava sistemi əla. Bura bağlıdır. Çox güman ki, bir dənə baxaq. Aha. Başa düşdük. Deməli, salon belə. Hə, bildim. Gəlib çəkəcəm hamısını. Zarəm, hamısını gəlib çəkəcəm. Bağırıq. Baxın, belə vəziyyətdədir. Tornadoda işləyir, mən bilmirəm. Və ön şüşələr podyomlikdir. Belə deyək, bu maqnitollarını bilənlər bilir. Modelin qeyd eləyərsiniz. Yəni hamısı üstündə qalacaq. Və aha, açıqdır bu hər iki yerdə. Açıq deyil. Mən açmışdım bax. Aha. Və bir dənə kolonkalara baxmaq istəyirəm özümdə. Baxın. Kolonkalar da öz yerində. Və injektor motor və üzr istəyirəm, münasib qiymətə. 5800 start qiymətlə. Real alıcıya endirim olunacaq. Sizə də bu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu 07 haqqında.